Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda Güvən 9-cu sinif riyaziyyat test kitabından çevrə bölməsinə aid sualların izahına davam edirik. 130-a qədər olan sualların izahını əvvəlki video izahda qeyd etmişdik. 131-ci sualdan davam edəcək. Bundan əlavə qeyd edirəm ki, yoldaşlar, rəy bölməsində WhatsApp, Telegram kanallarımızın linkləri də yerləşdirilib. Həmin linklərə daxil olaraq orada izahlardan, suallardan, sınaqlardan yararlana və ya özünüzün hər hansı bir sualınız varsa, deməli, həmin qruplara göndərə, suallarınıza cavab tapa və yaxud da sual göndərən yoldaşlarınıza da sizlər də köməklik edə bilərsiniz. Yəni, pulsuz şəkildə istifadə edə bilərsiniz. Bundan əlavə, hər hansı bir mövzuda və ya hər hansı bir testdə kimlər nədəsə çətinlik çəkirsə, rəy bölməsində qeyd etsinlər. Hansı mövzuda daha çox və yaxud da hansı testdə daha çox belə deyək, çətinlik varsa, daha çox tələb varsa, istək varsa, həmin mövzunu qısa vaxt ərzində izahını kanala yerləşdirək ki, siz də faydalanasınız. Elə isə vaxt itirmədən başlayaq sualların izahına. 131-ci sualda yan tərəfi, daha doğrusu yan tərəfləri 10 sm olan bərabər yanlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 3 sm olarsa, oturacağı neçə santimetr olar? Qeyd edim ki, yoldaşlar, bu deməli kitabın, yəni Güvən 9-cu sinif riyaziyyat kitabının yeni nəşrində artıq bu sual götürülübdür oradan. Əvəzinə başqa bir sual qoyulubdur. Yəni nə üçün bunu dəyişiblər? Çünki sualın həlli həddindən artıq uzundur. Yəni çoxdur. Bunu da burada qeyd etməyəcəm. Sadəcə seçim yolunun daha rahat necə taparıq onu qeyd edəcəm. Yəni həlli o qədər çoxdur ki, biz bunun həllini yazıb bitirincə arka sokaklar bəlkə də finala çıxa bilər. Deməli, daxilinə çəkilmiş çevrənin radiusu. Bir dənə çevrə çəkək və bərabər yanlı üçbucaq göstərək. Burada qeyd edək. Seçim yoluna necə yazarıq? Bunu da qeyd edim. Deməli, takip olma söykənir də belə bir şey göstərir. Bərabər yanlıdır. Yan tərəflər 10, 10. Biz onda buradan bir hündürlük çəksək, 90 dərəcə verəcək. Və bərabər yanlı üçbucaqda hündürlük həm də tən böləndir. Variantlarım indi burada bir-bir göstərmirəm təkcə. Yəni, məsələn, burada variantların heç biri uyğun gəlməyəcək, bir-bir yoxlasınız da. 12 cavabı uyğun gələcək. Yoxlayanda necə yoxlayırıq? Biz dedik ki, daxilinə çəkilmiş çevrənin radiusu R bərabərdir. 2 vur S bölünsün A üzərinə B üzərinə gəlsin C şəklində tapılır. Və bu radius da neçəyə bərabər olmadı? 3-ə bərabər olmadı. Yoxlayaq 12 cavabın. Əgər oturacaq 12 olsa, onda yarı-yarıya bölünəcək. Yəni 6, 6 olacaq. Onda hündürlüyü nə qədər olacaq? Bu hissə olacaq 10-un kvadratından. 6-nın kvadratını çıxsaq 8 olmuş olacaq. Buranın sayəsi 6 vur 8 böl 2, 24. Buranın sayəsi də yenə də 6 vur 8-ə böl 2, 24. 24, 24. Və sahəsi nə qədər olacaq? 48. Yəni onda olacaq R bərabər 2 vur 48-ə bölünsün. Perimetrləri ümumi biz buranı 12 götürmüşük axı. Variantları bir-bir yoxlayırıq. 12 üstə 10, 22, üstünə 10 gələndə 32. İxtisarları yaparaq 2 ilə 32 gedər, yerdə qalar 16. 48-i 16-ya böləndə cavabımız neçə düşür? 3. Radiusu neçəyə vermişdi bizə? 3 vermişdi. Deməli, həqiqətən də cavabımız 12-dir. Qeyd etdiyimiz kimi, həlli həddindən artıq çox uzundur və sonda da yenə də 1, 2, 3 dənə köşklər çıxırdı. Köşkləri bir-bir tapırıq, aparıb yoxlayırıq. Və yaxud da seçim yolu ilə ədədləri qoyuruq. O vaxta qədər də arka sokaklar finala çıxmış olur. Neysə, keçək növbəti 132-ci suala baxaq. Bir dənə deməli çevrə çəkək. Göstərək bu formunda. Və bərabər yanlı üçbucağın xaricini çəkilmiş çevrə. Onda deməli çevrənin daxilində bərabər yanlı üçbucaq var. Tutaq ki, oxşatdıq, bərabər yanlıdır. Bərabər yanlısa bu tərəf A-dırsa, bu tərəfdə A olmuş olur. Oturacağı 8-dir. Onu da biz buradan bir hündürlük çəksək, hündürlük həm də bərabər yanlı üçbucaqda median rolunu oynayacaq. Onu da bu tərəfdə edəcək 4, burada edəcək 4. Yəni yarıya bölmüş olacaq. Və bizə deyir ki, xaricdən çəkilmiş çevrənin radiusu 5-dir. Radius, məsələn, tutaq ki, bura olsun radius mərkəzi, yəni çevrənin mərkəzi. Biz onda buradan da bu hissəyə çəksən, bu da bizə radiusu verərmi? Bəli, bu da bir radiusdur.
Yəni buradan da çəksən, buradan da çəksən fərqi yoxdur. Bunların hər biri radiusdur. Düzdürmü? Və radius deyir nə qədərdir? 5'dir. Deməli buradan bura olan hissə nə qədərdir? 5. Baxın bu hissəyə baxın. Bir saniyə. Bax buradakı hissəyə baxın. 4, 5 və nəyi verdi bizə? Düz bucaqlı 3. Digər tərəfi baxın bu hissəni qırmızı ilə göstərdiyim hissəni tapa bilərəmmi? Bəli. Yəni bu hissə 1x desəm, onda olacaq. X-in kvadratı bərabərdir 5'in kvadratına çıxacaq 4'ün kvadratı. X bərabərdir plus minus deməli 3-ə bizə müsbəti lazımdır 3 götürəcək. Yəni buradan bura olan hissə 3 oldu. Radius bizə neçə vermişdi onsuz? Buradan bura olan hissə də onsuz radiusdur. 5 vermişdim. 3, 5. Ümumi biz tapdıqmı? Hündürlüyü nə qədər oldu? 3 üstə 5 bizə verdi 8. Yəni bu hissənin də hündürlüyündə nə qədərmiş? 8'miş. Yenə biz buna baxın. Bunu biraz kiçildək. Bir saniyə. Aha. Bu hissəyə artıq baxırsınız. Baxın buradakı hissəyə baxırsınız. Bu bizə yenə nəyi verir? Baxın bu hissəni göstər. Düz bucaqlı 3 bucağı vermiş olur. Baxın belə göstərək. Hündürlüyü biz tapdıq. Radiusudur. Yəni yarıdan bura qədər olan hissə 5 idi. Radiusu da onsuz. Biz də bu hissəni tapdıq. Birinci yazımıza görə 3. 5, 3. Ümumi oldu 8. Aşağı tərəfində biz biri neçədir? 4'dür. Biz nəyi tapmalıyıq? Yan tərəfin. Yenə də düz bucaqlı 3 bucaq olduğuna görə yan tərəfdə A ilə qeyd etmişdik. Onda olacaq A-nın kvadratı bərabərdir 8'in kvadratından çıxacağıq. Daha doğrusu 8'in kvadratının üstünə gələcək 4'ün kvadratı. Katetlərin kvadratları cəmi bizə hipotenuzun kvadratını verir. Deməli 8'in kvadratı 64, o da 16. 80 elər. A-nın kvadratı bərabər olar 80'ə. A da bərabər olar. Yazarıq. Deməli 16 vur 5 kimi, yəni 4 kök altda 5. Yan tərəfi oldu. 4 kök altda 5, 132'də cavabımız oldu. A variantı. Keçək növbəti suala. 133-cü suala baxırıq. Bir-birinə xaricdən toxunan O1, O2 mərkəzli çevrələrdir. A və B nöqtələri ümumi toxunma nöqtələridir. Toxunana toxunma nöqtələridir. Aha. Və deməli radiusları verib 2-dir, 8-dir. Bizdən AB məsafəsini, yəni bu məsafəni bizdən soruşur. Deməli nə edərik? Buradan bir düzünə xətt çəkərik. Həmin bu düzünə xətt AB-yə paralel olar. Paralelcə deməli bunlar da bir-birinə nə olmuş olar? Bərabər olmuş olar. Və bu radiusları birləşdirək. Radiusları birləşdirsək. Bu hissə 2 olduğuna görə, baxın burada qeyd edək. Bu hissə 2 olduğuna görə bunun qarşı tərəfi burada 2 olacaq. Bəs onda üstdə qalan uzunluq nə qədər olacaq? 8-dən çıxacaq 2-sin, qalan olacaq 6. Yəni burada oldu neçə? 6. Sonra biz nəyi tapırıq? Bizdən AB məsafəsini soruşur. 6'dır. İndi həmin bu radiusiyonsuz bizə neçə vermişdi? Hər birinin radiusunu vermişdi bizə. 8 vermişdi. Yəni buradan bura olan hissə 8'dir. Buradan bura olan hissə isə 2'dir. Onda ümumi uzunluq həmin bu düzbucaqlı 3 bucağın, baxın bu hissə. Düzbucaqlı 3 bucağın hipotenuzu nə qədər olur? 2 üstə gəl 8, 10 olmuş olur. Yəni bu hissə artıq etdi 10. 10 katetin biri 6. Biz x-i tapsaq elə AB-ni tapmış olarıqmı? Bəli. Çünki elə AB x-a bərabər olmuş olar. Və düzbucaqlı 3 bucaqda da hipotenuzun kvadratından, yəni x-in kvadratı bərabərdir. Hipotenuzun kvadratından çıxırıq katetin kvadratı. 100-dən 36 deməli 64 plus minus 8 bizə müsbəti lazımdır. Cavab eləcək 8. Yəni bura 8 olduğuna görə aşağı hissədə 8. 133'də cavabımız oldu. B variantı. Keçək növbəti suala. 134-cü suala baxırıq. Eynən həmin tip sualdır və AB məsafəsini soruşur. Yenə biz AB-yə paralel düz bir xətt çəkərik. Və bura x olduğuna görə AB-dən olacaq, x olmuş olacaq. Bir-birinə bərabər. Və bu radiusları birləşdirərək, baxın. Yenə də burada düzbucaqlı 3 bucaq yarandı. Bu hissə 3 olduğuna görə burada 3'dür. Ümumi radius 4'dür axı. Bəs yerdə qalan hissə, baxın bax bu hissə katet, buradakı katet nə qədər olar? 4'dən çıxarıq 3'ün, yerdə qalar neçə? 1. Deməli bura oldu 1. Və bunların hər biri radius olduğuna görə buradan bura olan hissə 4'dür. Buradan bura olan hissə isə 3'dür. 4 və 3. Ümumi hipotenuzu nə qədər olacaq? Həmin bir hipotenuz 3 və 4'ü toplayacaq olacaq 7. Yəni belə bir şey alındı artıq. Düzbucaqlı 3 bucaq oldu.
Düzbucaqlı üçbucaq qeyd edək. Deməli, katetin biri oldu 1. Aşağısını bilmirik neçədir. İkisindən ifadə etdi və bunların hər biri də radius olduğuna görə. Birinin radiusu 4-dür, digərinin radiusu 3 oldu. 4 və 3 betonumuz bizə neçə verdi? 7. Onda x-i tapmağın qaydamıza əsasən x-in kvadrat bərabərdir 7-nin kvadratı çıx 1-in kvadratı. 48 edər, x də bərabərdir 48-i 16 vur 3 kimi, yəni 4 kök altda 3 etmiş olar. Və dedik ki, paralel xətt çəkdiyimizə görə, bura x olduğuna görə ABD x-dir. Yəni bir-birinə bərabərdir. Cavabımız olur 4 kök altda 3. Yəni C variantı. Keçək növbəti suala. 135-ci suala baxırıq. Eynən həmin tip sualdır. Sadəcə burada artıq radiusları nisbəti verildi. Deməli, yenə də biz AB paralel düz xətt çəkirik. 1 bölünsün 3 nisbətində. Yəni, bura 1x olsa, burada 1x olacaq. Və ümumi bura 3x-i daxı. Onda biz 3x-dan çıxanda 1x-in yerinə qalır 2x. Deməli, bu hissə, baxın, bu hissə nə qədər olmuş olacaq? 2x olmuş olacaq. Çünki cəmi 3x-dir. Və yenə də bu radiusları birləşdiririk. Radiusların mərkəzi nöqtə, yəni çevrələrin mərkəzi nöqtələrini birləşdirdik. Buradan bura olan hissə deməli nə qədərdir? 3x. Bu hissə nə qədərdir? 1x. Həmin bu düzbucaqlı üçbucağın hipotenuzu nə qədər olacaq? 3 üstə 1, 4x olmuş olacaq. 4x, 2x və bizdən nəyi soruşur? Böyük çevrənin radiusu. Böyük çevrənin radiusu nə qədərdir? 3x-dir. Yəni biz 3x-i tapmalıyıq. Bizdən soruşduğu bu. Və onda olacaq hipotenuzun kvadratı. Yəni 4x-in kvadratı. Çıx digər katetin kvadratı. 2x-in kvadratı. Bərabərdir. Digər katetir. Yəni bu hissə. Bu hissədə dedik ki, ilə AB-yə bərabərdir. Yəni məsələn, tutaq ki, paralel xətt çəkdiyimizə görə, necə ki, düzbucaqlıda nə demişik ki, qarşı tərəflər bərabərdir. Düzbucaqlı formasında olduğuna görə qarşı tərəfləri bərabərdir. Yəni elə bu hissə, bu katet AB tərəfinə bərabər. AB-də neçə verib? 4 köşdə 3. Onda bu da bərabərdir. 4 köşdə 3-ün çöldən kvadratı. 16-dan 4-ün çıxanda 12x-in kvadratı bərabərdir. Deməli 48-ə. 48-i 12-yə böldü. X kvadratı bərabərdir 4-ə. X bərabər plus minus 2. Məsafə olduğuna görə müsbətini götürürük. X-i tapdıq 2. Bizdən böyük çevrənin radiusu. Böyük çevrənin radiusu da bu hissədə qeyd etmişdik. 3x-idir və yaxud da nisbəti burada qeyd etmişdik. X-i 2 tapdığımıza görə onda olacaq 3 vur 2. Cavab edəcək 6A variantı. Keçək növbəti suala. 136-cı suala baxırıq. Eynən həmin tip sualdır. Videoyu dayandırıb özü yazmağa çalışın. Sonra izahın davamına baxın ki, nədə səhv, nədə düz və yaxud da elə eyni yolla getmişikmi və s. yəni özü yoxlayın. Nə edirdik? Deməli, paralel xətt çəkirdik. AB 6 köşdə 10. AB 6 köşdə 10-dursa, deməli bu hissədə 6 köşdə 10-dur. Sonra radiusları mərkəzi, yəni çevrələrin mərkəzlərini birləşdirir. Düzbucaqlı üçbucaq alınır. Və nisbətləri 2/5-dir. Yəni bu hissə 2x olsa, burada 2x olacaq. Ümumi bu hissə axı 5x-idir. Bu hissə 5x olduğuna görə biz 5x-dan çıxsaq 2x-in yerinə qalar 3x qalmış olar. Yəni bu hissə, bax buradan bura olan hissə, bu katet olur 3x. Və bura 3x, bura isə 2x. 3x, 2x. Həmin bu düzbucaqlı üçbucağın hipotenuzu nə qədər olur? 3 üstə 2, 5x olmuş olur. Və yenə də Pifaqor teoreminə görə 5x-in kvadratı çıx 3x-in çöldən kvadratı bərabərdir 6 köşdə 10-un çöldən nəyinə kvadratı. 25-dən 9-un çıxanda 16x-in kvadratı bərabərdir. 36-nı ona vuranda 360 etmiş olar. Nərdəsə səhv etmədik. Məncə etdik. Niyə etmədik? Məncə də etdik. Çünki bizdə radius 5-dir. Biz burada 3x yazmışam. Üzrlü sayın. Bura 3x yox. Radius dedik nə qədərdir? 2/5 nisbətində. 3x buradan 2x-i çıxdığımıza görə qalmışdır. Bura nə qədər edirdi yoldaşlar? Radius olduğuna görə 5x və bura nə qədər idi? 2x. 5 və 2
7x-dir. Hipotenuz 7x. Burada qeyd edək. Baxın, belə bir düzbucaqlı, üçbucaq aldıq. Deməli, katetin biri 3x oldu. Radiusun biri 5x-dir. Digər radius da 2x-dir. Ona görə 5 və 2. Hipotenuz oldu 7x. Digər katetdə 6 köşkdə 10. Onda olacaq 7x-in çöldən kvadratı çıx 3x-in çöldən kvadratı bərabərdir 6 köşkdə 10-un çöldən kvadratı. Aha, 49-dan 9-un çıxanda 40x-in kvadratı bərabərdir 36-nı 10-a vuranda 360, sıfırlar gedər, 4-ə böləndə x kvadratı bərabər olar 9-a plus minus 3, bizə müsbət lazım məsafə olduğuna görə x tapırıq 3. Böyük çevrənin radiusu, böyük çevrənin radiusu buradan bura olan hissə 5x-dir və yaxud da nisbəti onsuz burada qeyd etmişdir. Nə qədərdir? 5. Və x-i 3 tapdığımıza görə 5 vur 3-ə, bu da edir 15, yəni cavabımız olur D variantı. Keçək növbəti suala. 137-ci suala baxırıq. Çevrənin AB və CD vətərləri O nöqtəsində kəsişir. Tutaq ki, belə bir çevrəmiz olsun və AB vətəri AB yazaq, digəri isə CD vətəri. Məsələn, bu da olsun CD vətəri. Aha, O nöqtəsində kəsişir. Bu nöqtədə olsun O nöqtəsi. CO parçası AO və OD parçaları arasında həndəsi ortadır. Həndəsi ortanı yadımıza salaq. Həndəsi orta verilən ədədlərin hasilinin sayı qədər kök altında, yəni sayı qədər dərəcəsində kök altında. Məsələn, belə deyək də, 8, 9, 25 bu ədədlərin deyir ki, həndəsi ortasında. Onda olacaq kök altında 8 vur 9 vur 25 neçə ədəd? 3 ədəd olduğuna görə 3-cü dərəcədən. Məsələn, burada 4 ədəd olsaydı, tutaq ki, bir ilə də əlavə ədəd yazıram. Məsələn, 7. Vurulsun 7 yazsaydıq. 4 ədəd olduğuna görə yazacağıq 4-cü dərəcə. Yəqin ki, bu yadımıza düşdü. Nəysə, davam edək. Və sonra bizə A10-u verib neçə? 2. AO-ya yazırıq 2. Sonra OB 54. Buraya yazırıq 54. Sonra deyir ki, CO parçası AO və OD parçalarının arasında həndəsi ortadır. OD-ni biz bilirikmi? Xeyr. Buraya yazarıq x. Həmin bu x, yəni CO parçası AO yəni 2 vurulsun x-in həndəsi ortası deyəndə biz bunun nə etməliyik? Kök altında yazmalıyıq. Yəni A10-u OD-yə vuranda. Onda olacaq CO da nə qədərdir? Kök altda 2x qədərmiş. Yəqin ki, bura qədər hər şey aydın. Sonra biz nə yada salırıq? Vətərlərin kəsişmə nöqtəsində bir-birinə hasilləri bir-birinə nə olurdu? Bərabər olmuş olurdu. Yəni, hasilləri 2 vurulsun 54, 2 vurulsun 54. Bərabər edir nəyə? Kök altında 2x vurulsun nəyə? X-ə. Deməli, 2-ni 54-ə vuranda bu edir 108 bərabərdir. 2x kök altında vur x. Sağdan soldan hər birin kvadrata yüksəldərik ki, kök deməli kökdən çıxmış olsun. 108-in kvadratı bu 108 vur 108 kimi olar. Bərabərdir. Olar 2x vur x-in kvadratına. Burada ardın davam edək. Deməli, onda olacaq 2x-in kubu bərabərdir 108 vur 108-ə. 2-yə böləndə x-in kubu bərabər olar 54 vur 108-ə. Nəyin kubu olar? Kub çıxardaq deməli. Kub da nə deməkdir? Hər hansı bir ədədin 3 dəfə öz-özünə vurulmaz. 54-ü yazaram 27. 27 çünki 3-ün kubudurmu? Bəli. 108-i yazaram deməli 27 vur 4 kimi. Burada da 54-ü 2-yə bölmüşdü, 2 qalmışdı. 2 4-ün vur 2 vur 4 kimi. 27-dən deməli x bərabərdir. 27-dən kub 27-ni 3. Buradakı 27-dən də 3 çıxar. 2 4-ün 8. 8 də 2-nin kubudur. 3 3-ün 9. 9 2-nin neçə edər? 18 etmiş olar. OD parçasını soruşurdu bizdən. OD-ni də biz x-in ifadə etmişdik. X-i da neçə tapdıq? 18 tapdıq. Cavabımız oldu 137-də B variantı. Maraqlı bir sual idi. Keçək növbəti suala. 138-ci suala baxırıq.
Çevrə daxilindəki nöqtədən çevrəyə qədər ən kiçik məsafə 2 sm, ən böyük məsafə 6 sm olarsa, çevrənin radiusunu tapın. Baxın, burada qeyd edək. Tutaq ki, bu bizim çevrəmiz. Hər hansı bir nöqtə götürün. Baxın, bu nöqtə olsun. Deməli, çevrəyə qədər ən kiçik məsafə. Məsələn, bu oldu ən kiçik məsafə. Nə qədərdir? 2. Sonra isə bizə deyir ki, ən böyük məsafə 6 sm. Yəni, ən böyük məsafədir. Nə qədərdir? 6. Ən böyük olması üçün biz buradan bura çəkməliyik? Xeyr. Buradan bura xeyr. Təbii ki, biz bunu şəkillərə göstərirəm ki, tam aydın olmuş olsun. Ən böyük məsafə deyəndə buradan bura çəkməliyik. Yəni, bu da oldu 6. İndi nə deyir bizə? Bizə deyir ki, çevrənin radiusunu tapın. Baxın, bu bizə onsuz nəyi vermiş olur? Diametri vermiş olur. Radiusu soruşursa, radius da diametr nəyinə bərabərdir? Yarısı. Yəni, onda olacaq 6 üstə gəl 2, 8, 8-ə bölündə 2, cavabımız olacaq 4 sm. C variantı şəkildən də yəqin aydın olmuş oldu. Növbəti 139-cu suala baxaq. 139-dan nə deyir bizə? Diametrin uc nöqtələrindən bu çevrəyə çəkilmiş toxununa qədər məsafələr 8 sm və 2 sm olarsa, diametrin uzunluğunu tapın. Yenə bir çevrə çəkək. Bu olsun, deməli, toxunan. Çox uzun çəkdik. Balaca olsun biraz. Bu olsun toxunan. Bir dənə diametr çəkək. Diametri belə çəkək ki, uc nöqtələri deyəndə həmin bax bu nöqtələri nəzərdə. Buradan bura qədər olan məsafə olsun nə qədər? Düzünə çəkək. Buradan bura qədər olan məsafə toxunana qədər 2 olacaq. Bu nöqtəsindən buradan bura qədər olan məsafə nə qədərdir? Deməli 8-dir. Bura qədər yəqin ki, hər şey aydındır. Bunu da görməməzlikdən gəlin, tutaq ki, toxunur. Aha, davam edək. Diametrin uzunluğunu tapın. Tapaq. Deməli, diametr radiusun 2 mislidir. Yəni, bura biz radius yazsaq, bu hissə radius olsa, burada nə olmalı? Radius olmalıdır, düzdürmü? Bəli, bəli, bəli. Biz nə edərik? Buradan bir radius çəkə bilərəmmi? Bəli. Bu da radiusdurmu? Radiusdur, bəli. Və bir şeyi nəzərdə saxlayırıq ki, deməli, orta xətt. Biz nəyi xatırlayırıq? Orta xəttdir. Sanki belə fikirləşim. Məsələn, o fiquru burada çəkim. Sizə tam aydın olmuş olsun. Buradan belə oxşatdıq. Çəkməsəydi bəlkə daha yaxşıdır. Məsələn, bu bizim nəyimizdir? Daşı dördbucağımız olsun da məsələn. Bura 2-dir, bura 8-dir. Orta xətt nə idi? Orta xətt oturacaqların, adımıza salırıqmı? Niyə orta xətt dedik? Çünki buradan bura olan hissədə erdir və burada erdir. Yadımıza düşdümü? Bəli, bəli, məncə də düşdü. Düşməsə də nə edirik? Yalan yerə bəli, bəli deyirik. Aha, deməli, radius. Yəni, yarıdan bölüb. Deməli, orta xətt. Orta xətt deməli necə tapılırdı? Oturacaqların cəminin yarısı olurdu. Yəni, 2 üstə gəl, 8 böl 2-yə. 12-yə böləndə 5. Və bu hissə də radiusudur axı. Baxın, burada qeyd etmişdik. Bu da radiusudur. Deməli, onda radius bərabərdir nəyə? 5-ə. Radius 5-dir, bizdən diametri soruşur. Diametrdə radiusun 2 misli olduğuna görə 5 vur 2-yə cavab edir 10. Yəni, 5, cavabımız olur 10 sm. 139-da A variantı. Keçək növbəti suala. 140-cı suala baxırıq. Radiusa bərabər olan vətərin çevrədən gərdiyi minör qövs major qövsdən neçə dəfə kiçikdir? Minör ən kiçik deməkdir, yəni az deməkdir, belə yadda saxlayın. Major ən böyük deməkdir. Baxın, burada göstərək, bu bizim çevrəmiz olsun. Radiusuna bərabər olan vətər. Tutaq ki, buradan bir vətər çəkirəm. Və bu da radiusa bərabərdir. Mərkəzi nöqtədən bura qədər olan hissə radiusdurmu? Bəli. Bura yazırıq. Bura qədər olan hissə də radiusdur. Burada. Həmin vətərdə radiusa bərabərdir. Onda burada olur. Bu bizə nəyi verir? Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın ümumiyyətlə daxili bucağın cəmi 180-dir. 183-ə böləndə bərabər tərəfli üçbucağın bucaqları nə qədərdir? Hər biri 60 dərəcə. Sonra hansı qaydanı xatırlayırıq? Xatırlayır ki, mərkəzdən başlayaraq, yəni bucağın ayırdığı qövs
eyni deməli nəyə bərabərdir? Dərəcəyə bərabərdir. Yəni bura 60 dərəcədirsə, burada olur 60 dərəcə. Yəni belə də qeyd edək. Bu kiçik qövsdür. Kiçik qövs 60 dərəcə. Yəni minor 60 dərəcə. Və yerdə qalan baxın bu hissə isə majordur. Major. Və çevrə də ümumi tam 360 dərəcə idi axı. Major onda nə qədər olacaq? 60-ı buradadırsa 360-dan çıxanda 60-ın yerdə qalır nə qədər? 300 dərəcə. Və minor qövsü major qövsdən neçə dəfə kiçikdir? Yəni elə qövsün uzunluğunu da tapa bilərsiniz. Amma heç tapmağa da ehtiyac yoxdur elə. 60 300-dən nə qədər kiçikdir? Onu tapmaq bəs edir. 300-ü böləndə 60-a cavab edir 5. 5 dəfə kiçikdir. 140 cavabımız olur. D variantı. Keçək növbəti suala. 141-ci suala baxırıq. O mərkəzli çevrənin AB vətərinin uzunluğu radiusun uzunluğu ilə diametrin uzunluğunun həndəsi ortasına bərabər olarsa, ABO-nu tapaq. Deməli, belə bir çevrə çəkəyim. Bu bizə AB vətəri olsun. Yazaq AB. Mərkəzi nöqtəsi, bu da radiuslar olsun. Bura yazaq R. Bu da olsun. Deməli, R olacaq. Və diametr nəyə bərabərdir? Diametr bərabərdir. Deməli, 2R. Və deyir ki, AB vətənin uzunluğu radiusun uzunluğu ilə diametrin uzunluğunun həndəsi ortası. Həndəsi ortada dedik ki, verilən ədədlərin hasili kök altında yazırıq. Neçə ədəddirsə həmin dərəcədə. 2R vur R. 2 ədəd olduğuna görə burada ikinci dərəcə yazmağa ehtiyac yoxdur. Yazıra bilərsiniz, heç fərqi yoxdur. Bundan da kök neçə çıxar? Deməli, R çıxar. Yerdə nə qalar? Yerdə qalar kökdə 2. Deməli, AB vətərin də uzunluğu nə qədərmiş? R kökdə 2'miş. Burada böyük R yazaq. Lap yaraşıq olur. Gözəl göyçə görsəniz. Aha. Və bizdən nəyi soruşur? A, B, O bucağın. A, B, O bucağın. Bu da mərkəzi O nöqtəsi. Bizdən soruşduğu deməli bu bucaq olsun. Bu hissə. A, B, O bucaq. Biz yada salaq ki, R və R kökdə 2. Nə qədər olar? 45 dərəcə, 45 dərəcə və 90 dərəcə. Hardan bildik? Bərabər yanlıdır və qarşı tərəf digər hər hansı bir yan tərəfdən. Kökdə 2 dəfə çoxdur. Bunu belə fikirləşək. Bərabər yanlı bu, düzbucaqlı üçbucaqmış. Məsələn, bir nümunə yazaq. Məsələn, 45. Buraya yazaq ki, 6, burada yazıram 6. Hipotenuzu nə qədər olacaq? Tutaq ki, 6'nın kvadratı, üstə gəl 6'nın kvadratı bərabərdir. Bura bir C yazaq, məsələn, C-nin kvadratı. 72, 72-dən də kök neçə çıxır? 6 kökdə 2. Gördünüzmü? Bərabər yanlı olduğuna görə. Deməli, bərabər yanlıda hipotenuz yan tərəfdən 6 kökdə 2 dəfə nə olmuş olur? Çox olmuş olur. Yəni 45 dərəcənin hardan gəldiyini də gördük məncə. Keçək növbəti suala. 142-ci suala baxırıq. A, F və C toxunma nöqtələrdir. AB 8 olarsa EBD üçbucağının, yəni EBD üçbucağının perimetrini soruşur bizdən. Biz demişdik ki, toxunma nöqtələrində uzunluqlar bir-birinə nə olmuş olur? Bərabər olmuş olur. AB 8 isə biz AY X yazsaq, bax, buradan bura olan toxunmadır, burada toxunmadır. Bir-birinə nə olmuş olar? Bərabər olur. Bu da X olur. AB 8'dir axı, buradan bura olan ümumi uzunluq 8'dir. X orada varsa, onda 8 çıxılsın X da burada olur. Çünki 8 çıxılsın X-ilə X toplayanda 8'i bizə vermiş olur. Və indi digər toxunma nöqtələrinə baxaq. Baxın, buradan bura olan hissə nə olmuş olar? Bərabər olmuş olur. Bura bir məsələn B yazsam, bu da nə olmuş olacaq? B olmuş olacaq. Və yenə də bu BC AB-yə ikisi də toxunma nöqtələrdir axı, bərabər olmalıdır. Deməli, onda bunların da cəmi nə qədər olmalıdır? 8 olmalıdır. Bura B olduğuna görə burada olacaq 8 çıxılsın nə? B. Perimetr soruşur bizdən. Perimetr soruşduğuna görə biz həmin bu üçbucağın bütün tərəflərinin cəmi. Deməli, 8 çıxılsın B, üzərin gəlsin. Buradakı yazdığımız B, baxın bu B. Üzərin gəlsin B. Üzərin gəlsin X. Üzərin gəlsin deməli, üst isə 8 çıxılsın X.
bərabərdir. Belər gedər, x-lar gedər, 8 isə 8, cavabımız edər 16 D variantı. Keçək növbəti suala. 143-cü suala baxırıq. 60 dərəcəli çevrə qövsünün uzunluğu 6 pi santimetr olarsa, qövsün ucu nöqtələri arasındakı məsafəni tapın. Deməli, belə bir çevrəmiz 60 dərəcə. Məsələn, buradan bura olan hissə bura 60 dərəcədir. Və bura radius olduğuna görə burada radiusdur. Yəni, bu artıq bizə nəyi verir? Bərabər yanlı bu qövsdür axı. Bizdən də soruşur qövsün uc nöqtələri. Qövsün uc nöqtələri biri burada, biri də burada. Bunlar arasında məsafəni soruşursa bir düzünü xətt çəkərik. Bərabər yanlı olduğuna görə bərabər yanlı üçbucaqda da həm yan tərəflər, həm də yan bucaqlar bərabərdir. 60 dərəcəli qövsdürsə, demək digər bucaqları tapa bilərikmi? Bəli. Onda olar 180 dərəcə, üçbucağın daxili bucaqların cəmi 180. Çıx 60, 2 dənə eyni bucaq. Bölünsün neçəyə? 2. 120-də 2-yə bölünsə düşür, 60 dərəcə düşmüş olur. Deməli, bu artıq bərabər yanlı yox, bərabər tərəfli üçbucaqdır. Yəni, biz elə radiusu tapsaq, bu hissədə, yəni həmin qövsün uc nöqtələr arasında məsafədə nəyə bərabər deyilə? Radiusa bərabər olmuş olacaq. Çünki bərabər tərəfli üçbucaq. Radiusu necə taparıq? Qövsün uzunluğu qaydasını yadımıza salaq. El qövs bərabərdir deməli. Alfa, yəni həmin o bucaq arasında qalan, daha doğrusu bucaq vurulsun, qövsün arasında qalan bucaq da belədir. Alfa vurulsun pi, vurulsun r, bölünsün 180 dərəcə. Biz qövsü tapırdıq. Qövsün də uzunluğu nə qədər verib? 6 pi. Onda olacaq 6 pi bərabərdir. Bucağı nə qədərdir? 60 dərəcə. 60 dərəcə vur piyə, vur r-ə, böl 180 dərəcə. İxtisarları aparaq. 180 60 gedər, yerdə qalar 3. Pilər gedər buradan. Çarpaz şəkildə vursaq, r bərabər olur 3 vur 6-ya. Yəni, radius da bərabər olar 18-ə. Buradan bura olan hissədə 18-dir, burada 18-dir və qövslərin uc nöqtələri arasında məsafə də elə 18-dir. Ümid edirəm ki, tam aydın olmuş oldu. 143-də də cavabımız oldu. D variantı. Keçək növbəti suala. 144-cü suala baxırıq. İki kəskin çevrənin hər biri digərinin mərkəzindən keçir. Çevrənin uzunluqları cəmi 24 pi santimetr olarsa, ortaq toxunanların toxunma nöqtələri arasında məsafəni tapın. Bir çevrə, bu mərkəzidir. Digəri də bunun mərkəzindən keçir. Bu da ikinci çevrəmiz olmuş olsun. Oxşadı məncə. Əgər hər biri digərinin mərkəzindən keçirsə, bu çevrələr mütləq bir-birinə olmuş olar, bərabər olmuş olar. Çünki bərabər olmasa, mərkəzdən necə keçsin? Bərabərliyini də göstərək, niyə görə yoldaşlar? Baxın, birinci çevrəyə baxaq. Bu mavi rənginə olunma. Bu hissəyə baxaq. Baxın, mərkəzi buradır. Buradan bura olan hissə nə qədərdir? R-dir. Buradan bura olan hissə nə qədərdir? R-dir. İndi digər qırmızı rəngdə olan çevrəyə baxın. Bunda mərkəzi bu nöqtədir axı. Mərkəzi bu nöqtədir. Əgər buradan bura olan hissə radiusu r-dirsə, buradan olmuş olacaq, r olmuş olacaq. Yəni, bunlar bir-birinə bərabər çevrələrmiş. Yəqin bura qədər aydındır. Uzunluqları cəmi 24 pidir. İkisinin cəmi 24 pidirsə, birinin uzunluğu nə qədərdir? 24 bini deməli, bölərəm 2-yə, düşər 12 pi. Yəni, hər hansı bir çevrənin uzunluğu 12 pidir. Və çevrənin uzunluğu da necə tapılır? L bərabərdir 2 pi r və yaxud da pi d ilə tapılır. Onda olacaq 2 pi r bərabərdir 12 piyə və burada pilər gedər. 2, 12 ilə gedir 6 qalar. Deməli, radius bərabər olar neçəyə? R-i taparıq 6. 6, 6, 6-dır. Ortaq toxunanın toxunma nöqtələri arasında məsafəni tapın. Ortaq toxunan buradan. Toxunma nöqtələri arasında məsafə. Yəni, buradan bura olan hissə. Bu da bizə radiusu verir 6-dır. Bu da bizə radiusu verir 6-dır. Və burada 6-dır. Və düzünə çəkdiyimizə görə bu artıq 90 dərəcə. Yəni, bu bizə nəyi vermiş olur? Kvadratı vermiş olur. Deməli, bu hissədə nə qədər olmuş olacaq? Qarşı tərəflər bərabər olduğuna görə
Bu hissədə 6 olmuş olacaq. 6-dır. Güman edirəm ki, aydın olmuş oldu. Keçək növbəti suala. 145-ci suala baxırıq. Radiusu R olan çevrə üzərində qeyd olunmuş nöqtədən uzunluğu köşdə 2R və köşdə 3R olan 2 vətər çəkilmişdir. Bu vətərlər arasında qalan bucağın böyük qiymətini tapın. Belə bir çevrə çəkək. Və radiusu nə qədərdir? Radiusu deməli R. Buradan bura olan hissə yazaq R. Sonra köşdə 2R 1 vətərdir. Bura olacaq deməli köşdə 2R 1 vətərdir. Bunu da radius ilə birləşdirək. Deməli burada onda radius olmuş olacaq. Və köşdə 3R-də 1 vətərdir. Burada biraz uzun çəkək ki, köşdə 3 köşdə 2-dən böyük olduğunu. Və onu da birləşdirəkmi? Birləşdirək. İkisi birinci məsələn. Bura nə qədərdir deməli? Köşdə 3R-dir. Bunlar arasında qalan bucağın böyük qiyməti tapın. Yəni bunlar arasında qalan bucaq da bu hissədir. Bizdən böyük qiymətini tapın soruşur. Baxın, bundan əvvəl belə bir sual yazmışdıq. A, B, O bucağın tapın deyirdi bizə. R, 2 köşdə R. Bu bizə nəyi xatırlatdı? Bərabər yanlı, düz bucaqlı 3 bucaq. Yəni R-dir, deməli bu R köşdə 2 və ya 2 köşdə R olmuş olacaq. Bərabər yanlı, düz bucaqlı 3 bucaq. Onda bu hissə nə qədər olmuş olacaq? Bu hissə olacaq. Bu hissə olmuş olacaq 45 dərəcə və buradakı hissə bu hissədə nə qədər olacaq? 45 dərəcə olmuş olacaq. Biz ümumi bu hissəni tapmalıyıq. İndi keçdik digərinə. Digərində deməli bu hissə R-dir. Burada R olmalıdır. Yəni bu da bərabər yanlı 3 bucaqdır. Biz nə edərik? Əlavə olaraq buradan bir hündürlük çəkərik. 90 dərəcə yaradır. Və bərabər yanlı 3 bucaqda hündürlük həm də median rolunu oynayır. Yəni bu hissə ümumi köşdə 3 R-dirsə, yarısı burada olacaq. Yəni 3 köşdə 3 R böl 2 bura olacaq və yarısı da burada. Yəni köşdə 3 R böl 2 də burada. Yəqin ki, bura qədər aydındır. Çünki bərabər yanlı 3 bucaqda, bərabər yanlı 3 bucaq deyəndə nəyi nəzərdə tuturam yoldaşlar? Baxın, rəylədiyim hissəni nəzərdə tutmuş olur. Bərabər yanlı 3 bucaq. Aha, davam edək. Və köşdə 3R böl 2 bu hissə olmuş oldu. Köşdə 3R böl 2. Köşdə 3R böl 2 buradan. Aşağısı hissədə köşdə 3R böl 2-dir. Və burada R-dir. İndi biz burada nəyi xatırlayırıq? Yenə də düzbucaqlı 3 bucağı xatırlayın. Baxın, burada çəkim tam aydın olmuş olsun. Düzbucaqlı bir 3 bucaq çəkək. Sizə də tam aydın olmuş olsun. Deməli, hipotenozu nə qədərdir? R-dir. Hipotenozu R-miş, bəli. Katetlərdən biri nə qədərmiş? Katetlərdən də biri köşdə 3 R-miş. Fikirləşin, baxın. Köşdə 3 R böl 2. Biz nəyə yadımıza salırıq? Deməli, 30 dərəcəli və 60 dərəcəli bucağı yadımıza salırıq. 30 dərəcəli bucaq qarşısında duran katet, 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər. Yəni, bu hissə olmadı nə qədər? R böl 2. Uyğun oldu mu? Bura qədər uyğun oldu. Sonra 60 dərəcəli yadımıza salırıq. 60 dərəcə bucaq qarşısında duran katet digər katetdən, yəni R böl 2-dən, digər katetdən köşdə 3 dəfə çoxdur. Bu köşdə 3 bərabərdir. Köşdə 3 R böl 2-ni bizə vermiş oldu mu? Bəli, vermiş oldu. Yəni həmin deməli 30 dərəcə hardan gəldi? Yəqin ki, aydın olmuş oldu. Deməli bura oldu 30 dərəcə. Onu da bayaq tapdıq 45 dərəcə. 30, 45. Böyük qiyməti nə qədər olacaq? 30 üstə gələcək 45. Cavabımız eləcək 75 dərəcə D variantı. Keçək növbəti suala. 146-cı sualdan şəkildə də qeyd edibdim. Şərti artıq bir daha oxumuram. Bizdən nəyi soruşur? CED bucağın. CED bucağın, yəni bizdən soruşduğu bu hissədir.
və qaydamızı yada salırıq. Kəsişən deməli vətərlərdə qövslərin cəmin toplayıb 2-yə böləndə bizə bucağı vermiş olurdu. Məsələn, bura bir alfa yazaq. Yəni m üstə n gəlib. Böləndə 2-yə bizə alfa bucağını vermiş olurdu. Onda deməli bura x-dır, digəri isə 50 dərəcə çıx x. Onda olacaq x üstəgəl 50 çıx x böl 2 bu bərabərdir alfa. X-lar bir-birinə gedər. 50-ni 2-yə böləndə alfa bucağı bərabərdir 25 dərəcə. Sadə bir sualdır. Yəni bura oldu 25 dərəcə B variantı. Keçək növbəti suala. 147-ci suala baxırıq. Radiusları nisbəti 3/7 olan iki çevrə daxilindən toxunarsa, daxildən daha doğrusu toxunarsa, kiçik çevrə böyük çevrənin toxunma nöqtəsindən çəkilmiş diametri hansı nisbətdə bölür? Yəni nisbət bölürsə, yəni heç x yazmağa ehtiyac yoxdur. Tutaq ki, bir çevrə və daxildən toxunur, bu da ikinci çevrə. Və radiusların nisbəti 3/7. Birinin tutaq ki, radiusu olsun nə qədər? Buradan başlayaq. Birinin radiusu 3, onda bu hissədə olacaq 3 radiusdur. Digəri 7-dir axı. Onda olacaq 7 çıx 3 çıx 3. Yer neçə qalır? 1. Yəni bu hissə nə qədər olmalıdır? 1. Mərkəzinə qədər olan 1. Və radiuslar da bir-birinə bərabər olduğuna görə bu hissədə nə qədər olur? 7 olur. Və bizdən soruşur ki, kiçik çevrə böyük çevrənin toxunma nöqtəsindən çəkilmiş diametrini hansı nisbətdə bölür? Diametrini hansı nisbətdə bölür? Deməli, buradan bura qədər olan hissə nə qədərdir? 7 və 1 cəmi 8-dir. Və kiçik çevrə onu hansı hissədə böldü? 3 üstə 3, 6-dır. Yəni 6 böl 8 nisbətində bölür. Hər biri 2-yə bölünər, 3 böl 4 nisbətində və yaxud da belə də yaza bilər, 3 bölünsün 4 nisbəti. Cavabımız olar 147-də C variantı. Növbəti 148-ci suala baxırıq. 148-də bizə deyir. O çevrənin mərkəzi DAB 30 dərəcə və bizdən nəyi soruşur? EOC 100-dür. DO bunu. DO bu. Məsələn, bura bir alfa yazaq. Soruşduğu bu hissədir. Deməli, qaydalarımızı təkrarlayaq. Mərkəzi bucaqdan söykənibsə, mərkəzə söykənibsə. O çevrənin mərkəzi. Bura 100 dərəcəsi, burada 100 dərəcə olmuş olur. Sonra, bura alfadırsa, mərkəzi bucaqdaq. Burada alfa olmuş olur. Sonra qaydamızı xatırlayaq. Qaydamız nədir? Qaydamız belə idi ki, məsələn, çəkə göstərək sizə də tam aydın olmuş olsun. Qaranlıq qalmaz. Belə yazaq. Məsələn, bura yazaq deməli. Buradan da bir xətt çəkək. Buradan da çəkə bilərik. Tutaq ki. Məsələn, tutaq ki, oxşadı. Bura yazıram bir alfa. Bura yazıram m. Bura yazıram deməli n. Alfa bucağını tapmaq istəyiriksə, olacaq n çıx m böl 2 bərabərdir alfa. Qaydanı da təkrar etmiş olduqmu? Məncə etmiş olduq. Onda olacaq 100 dərəcə 100 dərəcə çıx həmin bu alfa böl 2 bərabərdir 30 dərəcə. 2-ni 30-a vuranda eləyir 60. 100-də neçə çıxanda 60 eləyir? Onda alfa bərabərdir 100-ün özündən. Çıxırıq 60-ın alfa bərabərdir 40 dərəcə. Cavabımız olur 40 dərəcə Y variantı. Yəni bu hissə 40 dərəcəymiş. Keçək növbəti suala. 149-cu suala baxırıq. 149-da deyir ki, şəkildə diametri AB olan yarım çevrə verilmişdir. AB CD perpendikulardır. Gördük biz bunu. CD 4-dür. AD də 2 olarsa BC-ni tap. Bunun üçün biz düzbucaqlı üçbucaq, yəni üçbucaqlar bölməsində düzbucaqlı üçbucağa aid olan qaydaları yadımıza salırıq. Buradan əlavə bir AC-ni birləşdirərik. Bu hissəni tapaq. Məsələn, bura bir x yazaq və yaxud da elə AC olsun. Onda olacaq 90 olduğuna görə bu hissə 90 dərəcədir. Katetlərin, yəni AC-nin kvadratı bərabərdir katetlərin kvadratları cəmi. Onda olacaq AC-nin kvadratı bərabərdir 16-dır 4, 20-yə. AC bərabər olacaq nəyə? 2 kök altda 5-ə. AC-ni tapdığımı tapdıq. 2 kök altda 5. Bu belə. Sonra biz nəyi tapa bilərik? DB-ni tapa bilərikmi? Tapa bilərik.
Yadımıza salaq qaydanı. Deməli, düzbucaqlı çəkə bilsə inşallah. Düzbucaqlı üçbucaqdan düz bucaq təpəsindən çəkilmiş hündürlük. Bura hündürlük yazırıq. Bura yazıram M, bura yazıram nə? N. Qaydamız necə idi? Məncə xatırladıq. Hündürlüyün kvadratı bərabərdir. M vurulsun nəyə? N-ə. Onda olacaq 4-ün kvadratı bərabərdir. Yəni 4-ün kvadratı bərabərdir. 2 vurulsun nəyə? DB-yə. Deməli DB-yə. Onda DB buradan bərabər olacaq. 16-nı 2-yə böləndə 8-dir. DB-ni də 8 tapdığımı tapdıq. Yenə də bu hissə ABCD-yə perpendikular. Yenə də bu hissəyə baxırıq. Diametrin uz nöqtələrin birləşdirəndə bu bizə neçə dərəcəni verirdi? 90 dərəcəni verirdi. Qaydanı yadımıza saldıq. Bəli. Yəni bu özü də artıq, baxın. Deməli bu hissə özü də artıq bir nədir? Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı bir üçbucaq. Və deməli bu hissə nə qədərdir? 2 kök altda 5. Digər hipotenuzu nə qədərdir? 2 bura, 8 də bura. 2 üstə 8 10-dur. Bizdən BC-ni soruşur. Onda olacaq BC-nin kvadratı bərabərdir. Hipotenuzun kvadratı, yəni 10-un kvadratı çıxılsın 2 kök altda 5-in nəyi? Kvadratı. Onda buradan da yazarıq ki, BC-nin kvadratı bərabərdir 100. 100-dən 20-sini çıxanda yerdə qalar 80. 80 16 vurulsun 5 kimi. 16-dan da 4 çıxar. Deməli onda BC bərabərdir 4 kök altda 5-ə. Cavabımız oldu deməli 4 kök altda 5. Yəni Y variantı. Ümid edirəm ki, aydın olmuş oldu. Keçək növbəti suala. 150-ci və bu video izahı üçün sonuncu sualın izahına baxırıq. F-dır deməli 9. F-dı yazırıq 9. Sonra D-bı 24. D-bı 24. Buraya yazıram 24. D-E 18. D-E 18. Biz CD-ni tapa bilərikmi? Taparıq. Hələ bura qədər CD-ni verməyib onsuz. CD-ni tapaq. Burada X yazaq. Qaydamız necə idi? 2 vətər kəsişirsə, deməli, kəsişmə nöqtəsindən hissələrin hasilləri bir-birinə bərabərdir. Yəni, x vur 9 bərabərdir nəyə? X vur daha doğrusu, üzrü sayın 18, hissələr budur. X vur 18 bərabərdir 9 vur 24-ə. Deməli, 9 ilə gedər 2 qalar, 24-ü 2-yə böləndə x bərabər olar 12. Artıq CD-yə x yox. CD-nin neçə oldu? 12 olduğunu tapdığımı tapdıq. Bu da belə. Davam edək. AC 15. AC-yə də yazırıq 15. Onu da qeyd etdik. Sonra nə deyir? AB toxunanının uzunluğunu tapın. AB də toxunandır. Aha, bizdən bu hissəni soruşur. Qaydamızı xatırlayaq. Deməli, belə bir çevrə çəkək. Bu toxunan olsun. Baxın, toxunan. Və buradan belə bir xətt çəkək. Bura yazaq, məsələn, A, bura yazaq B, bura yazaq D. Qaydamız necə idi? Deməli, A-nın kvadratı bərabərdir B vurulsun, yəni buradakı B vurulsun. B üstə gəl nəyə? B üzərinə gəl C-yə. Yəqin ki, qaydamız yadımıza düşdü. Onda olacaq AB-nin kvadratı bərabərdir. AB-nin kvadratı bərabərdir. Yəni 15 vurulsun, baxın burada qeyd edir. 15 vurulsun. 15 üstə gəlsin həmin bu ədədlər. 15 üstə 12, 27, 27 üstə də 18, 45. Yəni bu hissi. 15 vurulsun, deməli 45-ə. 45-i də yazaram, deməli 3 vurulsun 15 kimi. Kök çıxar onda AB bərabər. 15 vur 15-dən 15 çıxar kökdən kənara. Yerdə nə qalar? 3 qalmış olar. Deməli cavab edər 15 kökdə 3. Və yaxud da 15-i 15-ə vuranda 225, 225-i vurursunuz 3-ə, 225-dən onsuz 15 çıxır. Nəysə, Həsən keçər, keçən Həsən olmuş olur. AB-ni soruşurdu, cavabımız oldu 15 kökdə 3 C variantı. İzahlarımız bu qədər. Ümid edirəm ki, sizlərə faydası olmuş oldu. Hansı bölmədə və ya hansı testlərdə çətinlik çəkirsə qeyd etdim. Rəy bölməsində qeyd edəm.
bilərsiniz. Hər birinizə uğurlar olsun. Növbəti video izahda görüşənədək hələ ki, hələlik.